Salam və vaxtınız xeyir olsun əziz futbol həvəskarları. Bugün Paris və Kataloniya toqquşur. Dünya futbolunun iki nəhəngini qarşı-qarşıya gətirən möhtəşəm bir qarşılaşmaya, PSG və Barcelona hazırlıq maçına hamınız xoş gəlmisiniz. Və bu gözəl oyunu CBC Sport'un canlı yayımında sizə mən Elvin Nəzirov şərh edəcəm. Başlayaq. Paris Saint-Germain komandasının heyəti ilə bugün 4-2-1-3 taktikası ilə meydana çıxacaqlar və qapıda 39 Matev Safanov, 25 Nuno Mendes, 5 Marquinhos, 51 William Pacho, 2 Əşrəf Hakimi, 33 Zaire Emery, 8 Fabian Ruiz, 17 Vitinha, 7 Khvicha Kvaratskhelia, 14 Desire Doué və 10 Osman Dembele. Barcelona isə bugün 4-1-2-3 taktikası ilə meydana çıxacaq və qapıda Wojciech Szczesny, 23 Jules Koundé, 5 Pau Kubarsi, 4 Ronald Araujo, 3 Alexandro Balde, 17 Marc Casado, 6 Gavi, 8 Pedri, 14 Marcus Rashford, 9 Robert Lewandowski, 10 Lamine Yamal. Hakimin fiti ilə Paris Saint-Germain komandası oyuna başlayır. Hər iki komanda uğurlar arzulayırıq. Osman Dembele Vitinha ile oynuyor. Vitinha. Osman Dembele içeriye doğru qaçır. Osman Dembele istədiyi kimi zərbə endirə bilmiş qapıya doğru. Khvicha təhlükəli futbolçusu və PSG həmləsi deyə bilərik. Qarşısında Gavi var. Gavini rahatlıqla keçir. Pau Kubarsi'ni də gerdə qoydu. Khvicha Kvaratskhelia zərbəsi. Wojciech Szczesny çətinlik çəkmədi bu topu tutmaqda. Marcus Rashford sürət yığır. Əşrəf Hakimi var qarşısında. Hakiminin başını gizləndirir. Lewandowski istiqamətdən oldu. Lewandowski zərbəsi. Safanov. Təhlükəli zərbə idi Robert Lewandowski'dən. Korner başlayacaq Barcelona. Vitinha. Sağ cinahlı oynuyor Desire Doué qarşısında. Balde var. Balde'ni çox rahat keçir. Desire Doué Szczesny'nin düz üstünə. Qısa yerini yetirdi PSG standart vəziyyəti. Əşrəf Hakimi'ni ötürmə Desire Doué. Wojciech Szczesny gözəl oynuyor. Khvicha. Fabian Ruiz. Vitinha ile oynadı. Vitinha zərbə mövqeyinə çıxır. Təhlükəli zərbə idi, amma dəqiqlik çatmır zərbədə. Bu dəqiqələrə kimi Barcelona sadəcə bir zərbəsini görmüşük. Qapıya doğru Fabian Ruiz mükəmməl keçir rəqbini. Qapıya doğru zərbəsini endirir. Wojciech Szczesny üstünə gəldi. Fabian Ruiz bugün maestro verir ortada. Dembele istiqamət ötürmə qarşısında Kubarsi var. Dembele qapıya doğru zərbəsini endirir. Osman Dembele 1-0. Oyunun 66-cı dəqiqəsində Paris Saint-Germain hesabı açır. Çox sayılı hücumları nəticə verir Paris Saint-Germain komandasının və Osman Dembele'nin o mükəmməl zərbəsi gözləmirdi. Zərbə endirə bəlkə də Wojciech Szczesny, amma Osman Dembele Kubarsini sürəti baxımından keçməkdənsə qapıya zərbə endirməyə daha üstün tutur və təbii ki, bu qərarı düzgün idi. Dəqiq zərbə endirir uzaq 9-luğa. Mükəmməl zərbə idi. Wojciech Szczesny'nin bu topu çıxartmağı biraz qəliz məsələ idi. Fabian Ruiz top itirir Dani Olmo, yeni oyuna daxil və komandasına qazandırır top. Fermin Lopez mükəmməl ötürdü Lewandowski istiqamətinə. Robert Lewandowski hesabı bərabərləşdirir oyunun 91-ci dəqiqəsində. Necə boş qaldı orada Robert Lewandowski. Çox sürətli futbolçu deyil, amma Marquinhos. Ümumi Paris Saint-Germain müdafiəsi orada niyə boş buraxdı Robert Lewandowski'nin oyunun bu dəqiqəsində? Fermin Lopez də gözəl gördü. Lewandowski fikir verin. Çox sürətli olan bir futbolçu deyil Robert Lewandowski, amma Marquinhos orada tutmalıydı Robert Lewandowski'ni. Fikir verin, boşluğa fikir verin və oyunun bu dəqiqəsində oyun boyu üstün olan Paris Saint-Germain sadə bir səhvlə qələbəni əldən verir deyə bilərik. Paris'in son hücum şansı ola bilər və bundan maksimum dərəcədə yaralanmalıdır. Brelli Barcola. Barcola nə edəcək? Vitinha ile oynadı. Vitinha zərbə indirə bilər. Zərbəsini indirir. Wojciech Szczesny. Düz üstünə əldə Szczesny'nin. Yerindən Barcola hücum davam eləyir. Barcola nə edəcək? Ötürmə yerindən Fabian Ruiz'ə. Top uzaqlaşdırılır hakimin fiti ilə. Oyun başa çatır. Bu hazırlıq maçı həqiqətən UEFA Çempionlar Liqası finalı havası verdi bizə.
Hər iki kluba təşəkkür edirik və bu oyun 1-1 hesabı ilə bərabərliklə başa çatdı. Bütün oyun boyu üstünlüyü mən deyərdim ki, Paris Saint-Germain komandasındaydı və bu üstünlüyü son dəqiqədə Lewandowski-ni boş buraxmaqla əldən verdilər. Bugün sizinlə bir yerdə mən Elvin Nəzirov idim və gələn belə gözəl oyunlarda görüşənə qədər. Sağ olun, salamat qalın, futbolsuz qalmayın.